Salam yoldaşlar, bugün biz sizinlə Hikmət Ziyanın Kərgədan və Qarışqa təmsili ilə yaxından tanış olacağıq. Deməli, əsər epik növdə, təmsil janrında yazılmışdır. Təmsildə biz bilirik ki, heyvanlar və yaxud da müxtəlif əşyalar burada şəxsləndirilir, yəni allegoriyadan istifadə olunur. Gəlin indi əsərin təhlilinə keçək. Uzunuyla eni bir, başıyla bədəni bir, kərgədan tutulmuşdu tənbəli yazarına. Baxın, yəni yeyib yatmaqdan deyir, uzunuyla başı, bədəni bir olmuşdu. Süslük məslik hopmuşdu ömründən güzarına. Boş bikar əsnəməkdən çuval olmuşdu ağzı. Ağzını deyir, çox əsnəməkdən çuvala bənzədir yazısı. Günün 5də 4-ünü yeyib yatırdı azı. Yerdə qalan vaxtını da ya göldə keçirirdi, çimib çıxır meşədə, ya çöldə keçirirdi. Daş üstünə bircə daş qoymaqla yoxdur işi. Onu piy dağarına döndərdi bu vərdişi. Yeyib yatmaq deyir, bunun bu pis vərdişi onu deyir piy dağarına döndər. Apardığı arpanı yolda qoyub bir yana, balaca qarışqa bir gün söylədi ona. Səndə bu boy buxun var, fil işi görmək olar, bizim meşə elində. Niyə əlin belində? Dolaşırsan afərsiz, hamı səndən xəbərsiz, sən hamıdan xəbərsiz. Bax, deyir, hamı səndən xəbərsizdir, sən də hamıdan deyir xəbərsizsən də. Kimdir doyduran deyir səni, səndə olan gödəni. Burada bədii sual var. Nə bağırdı kərgədan? Təhqir edirsən, yəni. Ayaq bastı üstünə, belə əzərəm səni. Yox, qarışqa ölmədi. Girdi torpağın altda. Lağım atıb yenə də üzə çıxdı bir anda. Tənbəllik zərbəsi də əsər etmədi ona. Bu hissəyə xüsusi diqqət yetirək. Çünki deyir ki, baxın, yazıcı əslində kərgədanın tənbəlliyindən atdığı zərbədə deyir, qarışqa axı işgüzar obrazdır. Ona deyir, yəni qoçaqlığına təsir eləyə bilmir. Tez hərəkət eləyir qarışqa. O zərbədən yayınır. Götürüb arpasını düzəldi öz yoluna. Kərgədan gördü nəhəng, özü yox qarışqadır. Çox da güclə görünür, çox da nöqtə boydadır. Həm sevir zəhməti, həm də ki cəsarəti. Həm deyir zəhməti var, həm də cəsarəti. Nəhəng odur kərgədan, adi cırtdandan cırtdan. Uşaqlar, baxın burada kərgədan öz səhvini anlayan obraz kimi qələmə alınıbdır, qələmə verilibdir. Biz başqa Dəli Kür romanında da Cahandar ağanın mələyi qaçırıb gətirdikdə elədiyi səhvi başa düşən obraz kimi görürük. Burada da kərgədan etdiyi səhvi başa düşür. Əsər epik növdə, təmsil janrında yazılıb, süjetli əsərdir. Həyat hadisələr təhkiyə üsulu ilə verilib. Niyə? Çünki epik əsərdir axı. Əsərdə tənbəllik, işgüzarlıq qarşı-qarşıya qoyulur. Kərgədan obrazının simasında tənbəllik əyanləşdirilir və tənqid edilir. Qarışqa obrazının simasında işgüzarlıq, çalışqanlıq əyanləşdirilir, təbliğ edilir. Kərgədan qarışqanın nəsihətlərindən acıqlanıb onu əzmək istəyir, amma buna nail ola bilmir. Niyə? Çünki qarışqa tez lağım atır, torpağın altına girir. Təmsildə ağlı arxalanmayan gücün işə yaranmadığı əks olunub. Onların hər birinin fərqli mövqeyi öz nitqlərində və əməllərində özünü göstərir. Obrazların hər birinə müəllifin münasibəti də aşkardır. Kərgədan əsərin sonunda öz səhvini başa düşür, əslində elə özünün zəif olduğunu anlayır. Zəhmətin üstündən gəlmədiyi heç bir şey yoxdur. Fikri əsərin ideyası ilə səsləşir. Kərgədanın zərbəsindən qarışqa tənbəl olmadığı üçün özünü qoruya bilir. Əsərin ideyası kərgədanın simasında əyanləşdirilir. Belə yoldaşlar, kanala abunə olmağı unutmayın.